Fariz Məmmədov Qızıl Xətt layihəsinin rəhbəri. Nəyə görə qızıl xətt? Çünki həyatda konkret heç nə yoxdur. Həyatda hər şey nisbidir və bizim hər öyrəndiyimiz qızıl xəttlə müəyyən olunur. Deyirlər ki, hər insanın özünə məxsus qırmızı xətti var. Bəli. Və o qırmızı xətti keçəndən sonra hər şey tamamilə başqa olur. Siz həyatınızda o qırmızı xəttə gəlib çatmısınız, yoxsa hələ var çatmağa? Mənə görə bəli, xarakterli insanların qırmızı xətti olmalıdır. Amma bu qırmızı xətt çox olmamalıdır. Bəzi insanlar elə dayanmadan hər yerdə bir qırmızı xətt qoyur. O düz deyil. Amma insanın qırmızı xəttləri olmalıdır. O da nadir hallarda o qırmızı xəttə kimsə toxunursa, hər hansı bir həyatında bir nəsə baş verirsə, o qırmızı xətt əgər varsa, bəli, orada artıq hamımızın olmalıdır məncə də. Amma çox olmamalıdır. Əgər sirr deyilsə, sizin qızıl xəttinizə nələr daxildir? Qırmızı xəttimizə, qızıl xəttimizə. Sizin şəxsi qırmızı xəttinizə? İlkin olaraq deyə bilərəm ki, anamın sözünü xatırlayıram. O bizə qırmızı xətti ilk dəfə yadımdadır ki, qardaşlarıma, bacıma bizə dediyi bir söz var idi ki, heysiyyatınızı, yəni şərəfinizi heç mənə də keçməyin. Belə, biri yadıma düşdü. Azdır qırmızı xəttlər. İnsanın yəni həyatında hadisələrlə, belə deyək də, mənə görə Allah insanla hadisələrlə danışır. Və o hadisələrin hansında, bəli, bu mənim qırmızı xəttimdir. Bu qırmızı xətt bir çox şeylər ola bilər. Yəni insanın bu dəqiqə ağlıma hətta gətirə bilmirəm, hətta sevinirəm, amma gətirə bilmirəm. Ki, niyə mən qırmızı xətti çox da gətirə bilmirəm? Yəqin ki, elə yerdir ki, o qırmızı xətt əslində yaxşı olmayan yerdir də əslində. O qırmızı xətti mən də çalışmışam ki, yaxşı olmayanlar nəsə varsa, beynimdə onu ya bağışlayım və bəzən biz bağışlayırıq, amma sonra unuda bilmirik. Bəzən unutmağı da bacarmaq lazımdır və yaxşıdır ki, bu qırmızı xəttləri unutmuşam. Deyirlər ki, Allah bağışlayandır və buna görə insanlar bir-birlərini bağışlamağı bacarmalıdır. Sizcə Allah doğrudan bağışlayandır? Mən nəinki düşünürəm ki, Allah bağışlayandır. Allah bizim düşüncəmizin, düşünə biləcəyimizin də fövqündə, yəni bağışlayandır. Çünki Allah bizi anamızdan və atamızdan daha çox sevdiyinə görə, deməli o biz onu başa düşə bilmirik. Yaxı anamızdan bizi kim, atamızdan kim bizi daha bağışlaya bilər səhvlərimizə görə. Əgər bunu Allahdırsa, yəni onlardan da yuxarıdadırsa, o bağışlamağı biz dərk eləyə bilmərik və bəzən Allahın qorxmağından danışılır. O qorxunun özü də sevgidən qorxudur. Hörmətin qorxusu. Yəni bir valideynin, anan bugün, yəni və yaxud da məsələn çox hörmət elədiyin bir insan gələr və sən onun üçün necə narahat olarsan ki, birdən onu narahat eləyərsən, birdən o qorxudur. Allahdan heç vaxt qorxmaq lazım deyil. Yəni onu o qədər sevməlisən ki, onun səni bir sözlə cəzalandıracağı yox, dəqiq bilirsən ki, bağışlayacaq insan onda bəlkə də bir uzun ola bilər, amma qısa deyim ki, bir müəllimə, mən dərsimi, coğrafiya müəlliməmiz, Tahirə müəllimə, mən dərsimi öyrənməmişdim, o mənə 2 yazmaq istəyirdi. Amma gördü əllərim mazıtlıdır, dedi, sənin əllərin niyə bu çirk içindədir? Yanımdakı sinif yoldaşım dedi ki, müəllim o işləyir, 7-ci sinifdə olanda. O getdi mənə 5 yazdı. Və mən ondan sonra müəllimənin dərsində səs sala bilmədim. Çünki o mənə, o məhəbbət, o bağışlama, bu sevgidən doğan bağışlama, bu da Allahın müəllimimizdəndir, valideynimizdən də daha çox da bağışlamanın təbii ki. Bəs belə bir söz var ki, ikinci şans verməyə ehtiyac yoxdur. Əgər bir insan bir səhv eləyirsə, bağışlanırsa, ikinci dəfə eyni səhvi etməməyi gözlənilirmi? Deyir, xəyanət edəni
ikinci dəfə bağışlamaq, ikinci dəfə ölmək deməkdir. Bəli, bu var. Amma səhv edən yox. Xəyanət edəni, hətta o xəyanət də bəzən biz bəzi səhvlərə də xəyanət adları qoyuruq. O düz deyil. O qədər ciddi olmalıdır ki, o bağışlanmasın. Amma ümumilikdə səhvlərə görə əlbəttə ki, əgər səhvlərə görə var ha, Allah bizləri cəzalandırsaydı, indi bizim valideynlərimiz bu dünyada deyildi. Yəni biz də bağışlamalıyıq təbii ki. Bizim özümüz idealıq mı? Nə qədər səhvlər edirik. Xəyanət nədir? Xəyanət. Çox maraqlı sualdır. Xəyanət. Xəyanət mənə görə birinci ağlıma gələn vətəni ola bilər. Deyirlər, vətəni satdı. Vətəni satmaqla vətən alınmadı ki. Amma özü əslində özünü satdı, xəyanət etdi. Mənə görə xəyanət vətən sözü gələndə xəyanət ola bilər. Amma bir mesaj tutdum və o mənə xəyanət etdi və ailəni dağıtdım. Mənim üçün belə xəyanətlər var ha. Bu sözlər ümumiyyətlə biraz ola bilər. Yəni biraz o mövzulara biraz deyə bilərəm ki, bu şeylər, bunlar bağışlanmasın. Bunu belə deyək də tragik, dramatikləşdirmə falan filan bunlar bilirsiniz necədir? Bir xətaya, bir səhvə öyrəşilib belə xəyanət adı qoyub biz də onu bağışlamamaq. Yox, mənim üçün xəyanət bayaq dediyim məsələ, vətənə xəyanət. Allah qorusun ki, bu xəyanət ola bilər. Hər sən xətirvə dəyən söz, hər sənin üçün bir edilmiş bir hərəkət orada bu xəyanət. Yəni xəyanətin nə olduğunu bir şeylə deyə bilərəm, amma xəyanətin nə olmadığını min şeylə deyərəm. Bugün əksər ailələrin boşanma səbəblərindən biri də xəyanətdir. Yəni ya qadın kişinin xəyanəti tutur, ya qadın kişinin və onlar bunu həzm edə bilmir. Onların yerinə kimisə qoyulmağa. Sizin mən dəqiq daşlatmaq fikriniz var, amma hər halda mən düşüncəmi deməkdə bu mənim düşüncəmdə də buna hörmət, özümə hörmət eləsinlər, düşüncəmə hörmət eləməsələr də. Kişi ilə qadının xəyanətini mən ayırıram. Qadını kişinin gələcəyi, kişini qadının keçmişi maraqlandırır adətən. Qadının etdiyi dəqiq xəyanətdir. Kişinin məsələsində demirəm ki, kişi də biraz fərqlidir. Bu mənim düşüncəmdir. Xahiş edirəm, mən buna görə bu mənim düşüncəmdir. Allah bizi fərqli yaradıb. Bu mən fərq, gender bərabərliyi bunlar falan filan, amma baxın da ümumiyyətlə 1000 illiyə bütün bu o deyilən şeylərdə kişilər biraz zəifdirlər. Qadınlar zərifdirlər. Onları biraz başa düşsələr yaxşıdır. Zaten bu bir fikri biraz qorxuram da deyim, amma bunu mən inanıram. Kişinin hər hansı bir oldu da indi bir necəsə bir mesaj oldu falan öz xanımını sevməmək anlamına gəlmir. Buna görə mən bunu xəyanət ümumiyyətlə hesab eləmirəm. Amma qadın məsələsi bu müzakirə mövzusu deyil. Kişi kimi qadın sözü var bizdə. Adətən əziyyət çəkən, uşağını tək başına böyüdən qadınlar, hər şeyini özünü görən qadınlar bu sözdən istifadə edirlər. Siz kişi kimi qadını bu sözü ümumiyyətlə qəbul edirsiniz? Qadının bəzən ehtiyacdan, zərurətdən kişinin vəzifələri ilə üstələnməsində bu hallar var. Amma kişi kimi qadını qəbul eləmirəm. Qadın mən kişidən əslində zərifliyi ilə güclü hesab edirəm. Yəni bizim üçün peyğəmbərimizin sözü də ki, ən üstün kimdir deyir ananız. Bu qadındır da. Və yaxud da deyir ən oğlan uşağı yoxsa qız uşağı. Peyğəmbərimiz deyir qız uşağı daha xeyirlidir. Artıq bunun cavabları var. Hə, mənə görə qadın daha çox sevgiyə, daha çox rahatlıqda qadın daha xoşbəxt olur və ailədə qadın xoşbəxtdirsə hamı xoşbəxt olur. Kişiyə isə çətinliklər yaraşır, güc yaraşır, kişi əziyyət yaraşır. Kişi əziyyətdə daha çox
kreativ olur. Ona görə qadın bəzən o kişi kimi olanda etdiyini biraz minnət edəndir. Kişi ancaq nə qədər əziyyət çəkərsə, mən belə deyək də edirsə o problemli insandır. Kişi ümumiyyətlə minnət qoymaz. Onun elə vəzifəsi odur. Elə onun üçündür. Sizcə insan özünə məhdudiyyət qoymalıdır? Təbii ki. Nələrdə məhdudiyyət qoymalıdır? Aha. Məhdudiyyət əslində azadlıq verməlidir ona. O məhdudiyyətlər ki, ona azadlıq verir əslində. Məhdudiyyət başqasını narahat, sənin azadlığın, o komfort zonan və yaxud da özün üçün limitsiz olan kiminsə sərhədinə cəndir. Məhdudiyyət ora candır. Artıq ora çatdın, dayan. Narahat yüzlərlə ola bilər. Hətta zəng belə, bəzən bir adam bir zəng eləyir, götürmürsən, tutaq ki, ikinci zəng, üçüncü zəng. Sənə cavab vermirlərsə, deməli sənə cavab veriblər. Məhdudiyyət qoy özünə. Yəni bəzən də bu adi bir şeylər, minlərlə belə bir şeylər çəkmək olar ki, insan özünə məhdudiyyətlər qoymalıdır, amma o məhdudiyyət onu hörmətli etməlidir. Yəni onun azadlığına xidmət eləməlidir əslində. Belə. İnsan uğurlu olmaq üçün nələr etməlidir? Uğurlu. Birinci ondan qabaq bilmək lazımdır ki, uğur nədir? Bir deyim var idi, eşitmişdim bunu, deyir. Uğurlu məsələn iş adamından söhbət eləyək də. Uğurlu iş adamı milyon var. Günə 15 dərman qəbul eləyəndir. Yoxsa 150 kiloqram olandır. Yoxsa elə evə girib mən sizdən ötürü işləyirəm deyəndir. Güya ki evdəkilər olmasaydı bu işləməyəcəkdi. Yəni ki də bu uğurlu deyil ki. Yaxşı da milyonun üstündə. Uğur mənə görə pula çatmaq deyil. Uğur xeyrə çatmaqdır. Bu tamam fərqli şeylərdir. Uğurlu olmaq, tutaq ki iş adamıdırsa, işi var, gözəl, onun hobbisidir, gedir, gözəl komandası var, ailəsi var, dostlarına zaman ayıra bilir, istədiyi zaman, yəni vəziyyətə uyğun olaraq səyahətə gedə bilir, təbiətə baxa bilir, öz uşaqları ilə vaxt keçirə bilir, kinoya gedə bilir. Bunlar onu zövq ala bilirsə, hətta çətinliyindən, o uğurlu iş adamıdır, uğurludur. Yəni iş adamı olmaya da bilər, ailədə xanımdır, hər kiçik şeylər onu xoşbəxt eləyir, bu uğurlu qadındır. Hər kiçik şey. Bəli. Sizcə insanı böyüdən onun yaşadığı çətinliklərdir, yoxsa əldə etdiyi nailiyyətlər? Yaşadığı çətinliklər insanı zəngin edir. O nailiyyətlər deyilən var, yenə də nailiyyətlər nədir? Baxmaq lazımdır. İnsanın zənginliklə varlılıq fərqli şeydir. Zəngin olmaq onun, bilirsiniz necədir? Bir ruhu var insanın. İnsan birinci adam olmalıdır. O deyir, bir adamlıq, iki onun pulu, üç onun bilgisi, dörd nənə, biri çıx, o sıfırlardan başqa bir şey olmayacaq. İnsan birinci biz övladımızda da çalışmalıyıq ki, birinci adam olsun. Yaxşı insan olsun, cəmiyyət üçün xeyirli olsun. Sonra bilgisi də olsun. Sonra onun, nə bilim, dostları onun məktəbi, onun işi, onun karyerası falan. Amma bunların içində hamısı bir-birinə bağlıdır. Nailiyyətlər sonra gələndir. Əvvəl çətinliklər insanı yetişdirir. İnsanı o çətinliklər böyüdür, artırır. Bəzən söz var, deyir, ilahi elmimi artır. Yox, ilahi elmdən məni artır. Bəzən insanlar var, baxırsan, bilgi, amma artmayıb. Yaşın üstünə sadəcə olaraq yaş gəlib. Sadəcə olaraq, biraz bu deyim, biraz şey olub, amma Allah bunu misal çəkib deyə, çəkək də. Deyir, onlar kitab yükülü, uzun qılaq kimidirlər. Yəni Allahın sözüdür deyə biz də misal çəkdik. Və mənim ümumiyyətlə yanaşmalarımda qızıl xəttin mövzusu ilə böyük səslənməsin, əstəğfurullah, mən özüm böyük adam hesab eləmirəm, uğurlu da. Mən o yolda olan insan kimi deyə bilərəm ki,
mənim dəsti xəttim Allaha dəsti xəttinə çalışmışam oxşasın. Allah da bütün məsələləri çox misallarla insanlara daha asan yolla misal çəkir. Biz də çalışırıq ki, biraz o Allahın da sözündən oyana bir söz yoxdur ki. Hər insanın həyatında yaşadığı bir hadisə olur ki, ondan sonra həyatının dönüm nöqtəsi olur. Həyata baxışı, insanlara yanaşması tamamilə dəyişir. Sizin həyatınızda belə bir hadisə nə olub? Hadisələr deyək. Mənə görə hər çətinlik mənim bir fürsətim olub. Problemləri fürsətə çevirmək sözün yaxşı mənasında vacibdir. Allah deməli sənə nəsə öyrədir. Və hər zaman bir neçə şeydə Allah özünə saxlayır. O odur ki, bir gün gəlirsən, hamımızın başına bu gəlib. Gəlirsən və görürsən ki, daha gedəsi yer yoxdur. Dayandım. Bundan sonra mənim gücüm artıq itdi. Buraxırsan Allaha. Bil, həmin vaxt artıq o divar biraz bir yanda qapı var. Artıq qapıya çatmısan. Problem harda olur? İnsan gözü bağlı qapıda qalır deyə açıq qapıları görə bilmir. O dediyiniz həmin dönüş nöqtələri bağlı qapılara gözünüz qalmasın. Keçmişdən iki yoxdan əl çəkəcəksən, bir vara fokuslanacaqsan. Biri keçmişdir, yoxdur. İkincisi gələcəkdir, yoxdur. Nigarançılıq olma. Anda olmaq, onda olmaqdır. Anı yaşamaq, onu gözəl şəkildə imkan verməyək gələcəyin nigarançılığı bizim bu günümüzü əlimizdən alsın. O baxımdan dediyiniz mövzularda o hallar çox olub və o hallar mənə heç vaxt həyatda peşman olmamışam və deyirdim ki, heç vaxt peşmanlıq sözünü gətirməm, amma peşman olmuşam, sonra düşündüm. Bu yaxın günlərdə ona çatmışam ki, hər dəfə Allah məni o çətin vəziyyətdən, dediyiniz o nöqtələrdən çatanda, çıxardanda deyirdim, ay Allah, mən yenə də sənə etibar eləmədim. Axı, mən niyə narahat oldum? Narahat olmayın, Allah vəziyyətdən çıxardacaq. Allah etibarlıdır. Və qorxun o gündən ki, hakimin özü şahiddir. Hərəkətlərə fikir vermək lazımdır. Çünki hərəkəti düz eləməyəndə o vəziyyətdən çıxmayacaqsan. Allah kimin dostudur? Allah onu insanları sevənlərin dostudur. İnsanlara nə qədər xidmət eləyənlərin dostudur. Sevgi olanların dostudur. Düz yolda olanların dostudur. Dostlarla bölüşənlərin dostudur. Səxavətlilərin dostudur. Allah valideyninə hörmət eləyənlərin dostudur. Allah ailəsini sevən, vətənini sevən, dostunu sevən, Allah sevgi ilə olanların dostudur və Allah ayıq olanların dostudur. Allah aqilliyin dostudur, cahil və batilin dostu deyil. Nə mənada ayıq olan insanlara? Ayıq insan o kəsdir ki, bir hadisələr ki qabağımıza çıxır, 3 dənə ona baxış var. Aqil baxış, batil baxış, cahil baxış. Cahilin heç vaxt ümumiyyətlə uğura çatmır. Onlar pula da çatmırlar. Onlar çünki məqsədsiz insandılar. Batil pula çatır və bəzən çox vaxtda çox pula çata bilir. Amma heç vaxt o aqillə batilin arasındakı fərq ondadır ki, batil xoşbəxt olmur. Aqil xoşbəxtdir. Ayıqlıq bax odur. Hadisələrdə deyir, ağıllı insanlara ona görə pul yetirdim ki, ağıllılar baxsınlar və düşünsünlər ki, pul qazanmaq üçün fənn işlətməyə ehtiyac yoxdur. Bu ayıqlıqdır. Ki, hadisə vaxtı var ha. Çünki dövrümüz bizə hesablanan şeylər verir. 2 yaxşıdan daha yaxşısını seçmək, 2 pisdən daha ziyansını. 2 yaxşını bildik. Bundan o asandır. 2 pisdən nədir o? Xəyanət etmək və xəyanət olunmaq varsa, xəyanət olunmağı seç. Bu ayıqlıqdır bu. Sən pis bir şey etmədin ki, sən inandın. Xəyanət edən bir müddət elə bilir qabağa düşdü. O ayıq deyil. Cəmaət də gördü ki, fakt bu onu aldatdı. Bu dəqiqə onun vəziyyəti yaxşıdır, amma bu çətinlik içindədir. O ayıq ki var, səbirli olacaq, aktiv səbirli olacaq və bir gün Allah var ha. Bu Qarabağ müharibəsi. 30 il qabağa getsək, vəziyyət pisdir, ermənilər qabaqdadır, falandır. Allahın ayıq
biz olduq. Şükür Allah dövlət başçısını da canını sağ eləsin. Ordumuzun da Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ayıq davrandıq. Millət bir-birinin yanında oldu. Və strateji olaraq da bu ayıqlıq budur. Nəticə itibarilə xəyanət olundu bizə. Amma biz düz getdik və bir gün Allah bizi qalib etdi. Bunları elə həyatımızda yaşayırıq da. Niyə biz kimsə bizə bir pislik eləyəndə və yaxud da kiməsə pislik eləyəndə o hal üçün davranırıq ki, görürsən həyatda düz yoxdur və yaxud da ayıq nə davranacam, fakt deyil. O arqumentdir və yaxud da fikirdir. Fikirləşmək lazımdır hər zaman bir fikir deyəndə. Biz bir adam bir fikrin də var, səhv fikri də elə qəşəng deyir ki, elə bir faktdır. Ona bir sual var. Bu sənin fikrindir yoxsa faktdır? Məsələlər onda aydın. Yəni demək olar ki, haqlı insan hər zaman qazanır. 100%. Haqlı insan təbii ki, hərəkətində də əməli, niyyəti, əməli və sözü bir-biri ilə uyğun. Onlar mütləq qazanacaqlar. Hətta bu haqqda mən danışmışdım. Həyatı bu mənim öz düşüncəmdir. Həyatı mafiya oyununa bənzədirəm. Pislər yaxşıların kim olduğunu bilir. Yaxşılar pislərin kim olduğunu bilmirlər. Pislərin yaxşı xüsusiyyəti var. Birləşməyi bilirlər. Çünki düşmənlilər müttəfiqlik yaradır. Amma dəqiq bilin, nikbin olun. Bu sonu yaxşıların qələbəsi ilə bitən oyundur. Səbirli olub və ayıq davranıb jitellər qalib gəlir. Bu axırda Allahdır çünki bu oyunun sahibi. Allah da özü mehribandır və şəfqətlidir. Bugün cəmiyyətimizdə depressivlik, negativ yanaşma olduqca aktualdır. Sizcə bunun səbəbi nədir? Səbəbi hər şeyi yerində gözləmək, bəkləntilərdə doğru olmayan, özünü inandırır, yerindəcə hər şeyin cəzasını istəyir. Bayaq danışdıq, sənin etdiyin səhvə görə də cəza alsan, özün onu qəbul eləməyəcəksən. Yerindəcə istəyir, insanın ona dediyi sözün belə, bəli, bağışlamamağı, bacarmamaq, hadisəni səbirlə dözməyin məsələsini ayırd eləyə bilmirlər. Çünki səbrin özündə mütləq daha yaxşı bir şey var deyə fikir var. Yəni səbirli olmaq o demək deyil ki, dözürəm də, dözməkdə şikayət var. Şikayət şeytanın duasıdır. Şükür Allahın duasıdır. O əzizlər, o stressə, depressiyaya düşən bir mesajla, bir hadisə ilə telefonda aramızı vurmaq üçün kifayət qədər belə deyək də o pis tərəfdən baxsan bir vasitədir və insanlar bir-birini bağışlamamağa, anında istəyirlər ki, verilənin cavabını verilsin. Biraz səbir, biraz daha yaxşılıq. Mən biraz yolda olan bir hadisəni danışmışdım ki, bir nəfər siqnal verdi və mən həmin an o mənə güllə atdı, mən ona gül atdım. Və o qədər gözəl bir şey baş vermişdi. Biraz bir-birimizi yerindəcə cavablandırmaq, biraz susmaq bəzən, göz görməmək üçündür, bəzən dil danışmamaq üçündür, qulaq eşitməmək üçündür. Bunlara heç olmasa və o stres və depressiya halı var ha. İnsan özünün baxışı bucağından ona baxır. Amma düşünsək ki, həqiqətən də Allah bizə o bir nəfərin mesajı var idi. Film premyerasında hamı premyeraya gəlir və baxırlar ki, film açıldı. 7 dəqiqədir, ancaq tavanda işığı göstərir. Çıxıb getmək istəyəndə tavandan aşağı kamera, yataqda bir xəstə gülümsür, deyir, mənim 7 dəqiqə, daha doğrusu 14 il dözdüyümə, siz 7 dəqiqə dözə bilmədiniz. Yəni, bu qədərmi sənin vəziyyətin ağırdır ki, onun qədər nikbin deyirsən? Yəni, bir 100 manat bir problem olanda, 15 min, 20 min, nə bilim, gəlsin, narahat deyirsən, 100 manat itirəndə, bunu kimsə bir ziyan vuranda, bunu bir, belə deyək də, bəzən mən iş adamlarında da görmüşəm bunu. O qədər pula asıllıq yaradıb, pulu hədəfinə çevirib. Pul hədəfə çatmaq üçün vasitədir. Onu hədəfə çevirəndə əlbəttə ki, stres və depressiya içində olacaqsan. Bağışlamamaq, qadın-kişi münasibətində
ailəni ofisə çevirirlər. Ofisi ailəyə çevirin. Hərə ancaq sənin mənim hüququm, o sənin hüququn deyiləm. Jestlər, verimli olmaq birinci, hamı almaq, mənə diqqət elə. Heç kim normal vəziyyətini qoymur Instagrama və yaxud da WhatsApp storiesinə. Kiminsə gülü ilə bir şirkətdə bir gül bir qıza gəlibsə ad günündə bütün qızlar ondan şəkil çəkdirib hamı da görür ki, buna gül görürsən falan kəsə başlayır bu o kişi də gəlib o yəni mən də kişi tərəfdən kişilər də bəzən doğru olmayan işdəki stressini gətirib evə salanda bu məsələlər əlbəttə ki, stress və depressiya olur. Münasibətlər korlananda artıq pərdələr götürüləndə yaşam çətinləşir. Qayıtmaq lazımdır. Biraz sevgi, sənin əzizindir. Bundan indi hər sözün bəzi insanlar var, yanında oturanda danışığa belə qorxursan danışmağa. Görürsən bir sözdən bir söz tutacaq, o sözdən o söz tutacaq. Mən elə insanlarla ümumiyyətlə dostluq etmirəm, onların yanında olmamağa çalışıram. Mən rahat, daha çox. Bu amma bəzən də olur ki, bunlar sənin yoldaşındır, belə insan. Və yaxud da uşağındır. İndi neyniyək? Yatandır, yanandır. Olur da, bax həmin vaxt var ha. İnanclı olana bu sözüm keçərlidir, inanclı olmayana bu sözüm keçərli deyil. İnanclı insan başa düşür ki, ayıq davranır ki, deməli Allah mənə nəyisə öyrətmək istəyir. Mənə nəyisə böyütmək istəyir məndə. Mən bunun qabağında səbirli olmalıyam. Ona görə baxın, Quranda necə deyib? Valideynə uf da deyə bilməzsən. Bu bilirsiniz nə qədər gözəl formuladır. Yəni o səni söysə də. Bəli, demirəm ki, elə otur ancaq onun dediyin təsdiqlə. Yox. Üslubu düz seçəcəksən. Sən onunla üslubu seçəndə, hətta səni danlayan, düz deyil, ola bilər, ana da, ata da elə, həmişə düz də olmur ki. Bəzən böyüklərin səsini deyil, qəlbin səsini dinləmək gərək. Belə bir musiqidə bir söz var. Bu valideyndə uf da deyə bilməzsən. Çalış onun xidmətində dur. Çalış onu elə üslub seç ki, Allah sənə nəsə səbr öyrədir. Ona dözmək səni hansısa bir böyük mərtəbəyə qaldıracaq. Siz necə o ibadət mövzusunda deyirdimi? Deyəsən, kiminsə əyil bir kişini görsəz ki, kiminsə ayağını yuyur, deyəsən şəxsiyyətsizdir. Amma görsən anasının ayağını yuyur, deyəsən şəxsiyyətlidir, qalxdı əslində. Yəni, məsələ baxış və kimin mövzusundadır. İbadət də belədir. Allah qabağında səcdə eləyərsən, sən qalxarsan. Bütün bu mövzular ki var ha, bizim yanaşmamızdadır ki, və bunu da bilirsiniz məsələn nədir? Hərdən deyirlər, əşi, elə yalandan özümüzü aldatmaq. Gör sənin alternativin nədir ki? Yaxşı axıra kimi zarı. Heç olmasa mənim dediyimdə. Özünü yalandan da olsa inandır o yaxşı oluncaya qədər. Bu yaxınlarda bir Türkiyəli psixoloqun açıqlamasına qulaq asdım. Bəli. Deyir ki, çətinlik yaşayan insan Allahdan səbir istəyəndə ki, Allah mənə səbir ver, onda onun çətinliyi daha da uzanmış olur. Yəni özü o çətinliyə görə möhlət istəmiş kimi olur. Və belə deyirdi ki, insan çətinlik çəkəndə Allahdan səbir istəməməlidir, çıxış yolu istəməlidir. Yəni duasını da o tərzdə eləməlidir. Sizcə dualar insanın həyatına nə dərəcədə təsir göstərir? Gözəl. Ehtimal var ki, elə demək istəməyib, amma elə demək istəyibsə, hörmətlə yanaşmıram fikrim. Özünə hörmətlə yanaşıram. Allah səbri deyibsə, səbir məsələsini biraz onda açaq. Səbir məsələsi odur ki, mənim telefonum tutaq ki, məsələn, iPhone 15-dir. Tutaq ki, iPhone 15 deyil, 14-dür. Sizdə 15-dir. 15-dir, məsələn. Yaxşı, məndə 15-dir, sizdə 12-dir. Sizə desəm ki, telefonu ver, deyəcəksən ki, axı mənə lazımdır. Deyəcəm ki, 15-i verirəm. Onda o gəlincəyə qədər sevinç içində olacaqsınız ki, tez gəlsin. Səbir, bax budur. Bu qədər inanmaqdır səbrə. Ki, əgər Allah məndən bir şey götürübsə, mən səbirli olsam, o demək deyil, mən oturum evdə. Yox, sən aktiv səbir. Bayaq sözü dedim. Aktiv səbirli olmaq və Allahdan istəmək, hər şey, bütün mal, mülk Allahındır. Bizi Allah idarə edir və bizim hərəkətlərimizə görə bizim xeyirli uşağımız var, bizdən çox şey istəyə bilər. Biz ondan necə davranırıq? Valideynindən çox istəyir axı bizi. O da bizdən elə davranır. Bəzi şeylər də bizdən alır. Bu sənə ziyandır. Vaxtı gələndə verəcəm.
Yox, biz heç uşaq qədər deyilik bəzən. Allaha etibarımız deyir yağış istədilər, gəldilər, çağırdılar ki, hamı gəlin gedək yağış istəyək. Gəldilər, gördülər bir uşaq çətirlə gəlib. Dedilər, sən niyə çətirlə gəlibsən? Deyir, yağış yağacaq axı. Bu qədər biz var ha, dualarımızda o qədər inanmırıq, ona görədir. Əlbəttə o müəllimin dediyi kimi, ya Allah mənə filan şey ver, xeyr. Allah sənə o filan şeyi vermir. Allah onun sənə fürsətini verir. Düz baxış lazımdır. Güc istəyirsənsə, Allah sənə deyir ki, get idman elə. Maddi güc istəyirsənsə, işlə. Səbirli şəkildə ki, yaxşı olacaq. Sağlamlıq istəyirsənsə, get yeməyə fikir ver. İdman elə. Nə istəyirsənsə, Allah onun fürsətini verir. Pul istəyirsənsə, göydən pul yağmayacaq. Səbirli ol. Yox, o səbir bilsiz hansıdır? Allahın dediyi. Səbirli ol. Yəni, halın yaxşı olsun, şükürlü ol. Şükürlü halda bir şeyi istəmək yaxşı, getmək lazımdır bir işin dalınca. Yoxsa zarıya. Şükürlü. Sən şikayətlisən, sən şeytana doy eləmirsən. Əlbəttə sənə heç nə gəlməyəcək. Sənin şükürü, duan elə olmalı ki, onda aktivlik yaratmalıdır. Pessimistlik, nədir bu, negativlik, səni süst, tənbəllik eləməməlidir. Allahın tənbəllərdən xoşu gəlmir. Sən deyir, hala, mövcud şəraitlə razılaş, hər şeyə gözəl şəkildə və dur, hərəkət elə, qazanmaq haqqında fikirləş. Verən əl, alan əldən fəzilətlidir. Allahdan buyruq, ağzıma quyruq deyilən bir şey yoxdur. Yəni, bütün o mövzular ki var, Allahdan səbir, müəllim o səbrin döz kimi başa düşür. Biz, Allah bunu demir. Allah'a, ona görə Allah deyir ki, bir gün soruşsalar ki, bir cümlə ilə Allah bizə nə deyəcək? Bizi siz mənə düz başa düşmədiniz. Belə deyil var ki, hər insanın həyatında elə bir hadisə yaşanır ki, o onun üçün şans olur. Bəli. Həyatını dəyişmək üçün, yəni ümumiyyətlə hər şeyini dəyişmək üçün. İnsan necə bilə bilər ki, onun qarşısına o şans, fürsət nə vaxt çıxdı? Allah hamıya fürsət yaradır. Amma insan o fürsətləri dəyərləndirməyi onun həminki halına uyğundur. Bəzən insan var ha, niyyətini yaxşı qoymayıb. O fürsət də onun üçün bəlaya çevrilir. Əslində, biz özümüz idarə edirik. İnsan qismən azaddır. Tam yox. Amma qismən azaddır. Ona ki, o verilən azadlıq var. O seçimləri var ha. Etdiyimiz hər bir əməlinə nə Allahın, nə şeytanın başına belə deyək də, üstünə yıxmağın yeri yoxdur. Nə ediriksə biz özümüz edirik. Bu prosesdə Allah ssenarini qurub. Sənin orada reaksiyan önəmlidir. Ona yanaşman önəmlidir. Sən batil düşüncə ilə, nə bilim, birini var ha, gəl belə deyək də, birbaşa bir case deyək. Case olmasın, qoy, həsəd hissi ilə qibtə hissini ayıranda, sən o fürsətlərin özündə var ha. Sənin üçün biləcəksən, o düz açıldı, yoxsa yox. Biri var, sən o niyə elədi? Biri var, mən də elə olmaq istəyirəm. Biri qibtədir, biri həsəddir. Həsəd haramdır. Qibtə səni onun kimi olmağa, nə yaxşı bu belədir. Hətta bu hadisəni danışmışam, bizim bir işçi var idi. Çox belə gizlədən idi, heç kimə heç nə şey olmaz. Mən də belə suallar verən deyiləm, amma bunu çağırdım, o sualı verdim. Dedim, adını da çəkmişəm də, adını çəkməyim, amma qızıl xəttdə var o. Deyirəm, sən gələcək fikrin nədir? Deyir ki, müəllim, mən sizin yerinizdə oturmaq istəyirəm. Dedim, gözəl iddiadır. Yıxıb oturmaq sən, yoxsa qaldırıb oturmaq istəyirsən? Başladı düşünmək, dedim, əzizim, sən mənə qorxuzursan. Sən hətta yıxıb oturmaqdır düşüncəsini gəlmişsən. Bu qədər açıq, niyə indidən dedin? Heç olmazsa fikrini saxlayar. Yəni, qibtə hissi yıxıb, üzr istəyirəm, qaldırıb. Yəni, iş yerlərimizdə də kimsə bizi yıxmaq istəyir. Bir yerdə oturmaq üçün yalnız yıxmaq deyilən bir şey yoxdur, qaldırıb da oturmaq. Elə işdə ki, ona kömək elə. O qalxsın, sən onun yerini tut. Bax, bu ilahi baxışdır. Yoxsa sən əlbəttə ki, həsəd hissi ilə yanaş, filan kəs də yaxşıdır, filan kəs yaxşıdır, ancaq mən pisəm, onda yaxşıdır, onun da yaxşıdır. Əlbəttə ki, sənin qabağına çıxan fürsətlər var, Allah sənin üçün. O fürsətlər sənin üçün tamam fərqli görsənəcək. Baxışlar çox önəmlidir, mütləq. Baxışlarımız işıqlı olmalıdır.
bəzən də qaranlığı işıq daha yaxşı düşür. Ona görə bəzi qaranlıqları ona görə göstərirəm. Yoxsa mən ümumiyyətlə işıqdan danışaram. Əslində qaranlıq elə də qorxulu deyil. Əlbəttə ki, bəzən qaranlıq bizim üçün elə işığa gedən yol oradan keçir. Əlbəttə ki. Sonuncu sualımı verim sizə. Bugünkü gənclərimizdən razısınız və gənclərimizə nə tövsiyə edərdiniz? Bəli, gənclərimizdən razıyam. Tez-tez onlarla görüşürəm. Təkcə keçən ildən bura bir 10 minə yaxın tələbə ilə ayrıca görüşmüşəm. Gənclərlə görüşəm. Çox gözəl, çox işıqlıdırlar. Azərbaycanın gələcəyi çox ümidlidir. Çox nikbin baxıram. O qədər ağıllıdırlar. Nə qədər də hərdən dostlarımızla otururuq, iş adamları və yaxud da valideynlər falan oturub bir danışanda şikayətlənirlər bəzən ki, bu niyə belədir, uşaqlar deyirəm, şamanların bir dəri idi ya daska, belə deyək də, bu taxtanın üstündə yazısını tapmışdılar ki, onlar yazıblar ki, gənc nəsil sözə qulaq asmır. Deyirəm, əgər dünya inkişaf eləyirsə, deməli, gənclər bizdən ağıllıdırlar. Böyük-böyük danışmayın. Hər şey deyir o nəticə etibarilə yaxşı olacaq. Sadəcə olaraq biz istəyirik onları özümüzün düşüncəsinə çəkək. Yox. Bəzən onların dilində danışmağa öyrənmək lazımdır. Onlar ağıllıdırlar, görmürsən? Necə özgüvənlidirlər. Hə, bəzən başa salırsan ki, özgüvənlə eqonun arasındakı qızıl xətti ayırın əzizlər. Mən gəncliyimizə çox inanıram və çox işıqlıdırlar və Azərbaycanımızın gələcəyi inşallah ki, bundan qat-qat yaxşı yerlərə gəlib çıxacaq. Allahın izni ilə. Çox sağ olun müsahibə üçün. Siz sağ olun, Allah sizdən razı olsun. Sağ olun. Təşəkkür edirəm.